Questions given to the subject and its attributes. Questions given to the secondary parts of sentences. Deməli, cümlənin mübtədasına və təyininə verilən suallar, həmçinin cümlənin ikinci dərəcəli üzvlərinə verilən suallar. Birinci sualdan başlayırıq. How long? How long has the baby been sleeping? Deməli, how long-dan sonra əsasən götürürsünüz have has və bizim variantımız bir A-da var, bir də B-də var have has. Quruluşumuz necə olmalıdır? How long-dan sonra gəlməlidir. Köməkçi, yəni has. Arada bizim mübtədamız the baby. Been sleeping isə qalan deməli xəbər parçalanır. Haslə been sleeping-in arasına da baby girir. Yəni doğrudur quruluşumuz. Cavab olur A variantı. B niyə görə yanlışdır? How long-dan sonra mübtəda gəlməz, köməkçi gələr. Did the baby slept, yox sleep olardı. Amma yenə də how long-dan sonra hansı zaman gəlməlidir? İndiki bitmiş davam edici zaman gəlməlidir. Cavabımız olur A variantı. Keçək ikinci suala. When Carl returned home from work yesterday. Baxırıq ki, bizim göstəricimiz nədir? Yesterday, yəni dünən və when-dən sonra ümumiyyətlə WH question deyirik, special question. Ondan sonra gəlməlidir köməkçi. Əgər ikinci dərəcəli üzvlərə sual verilirsə. Burada when-dən sonra köməkçimiz yoxdur. Keçmiş zamandırsa burada didimiz olmalıydı. Belə olmalıydı. When did Carl return home from work yesterday? B variantında what time Carl returned? Yenə də WH question'da köməkçisi gəlməliydi. Yoxdur köməkçi. A getdi, B getdi. What time did gəlib doğru. Mübtədamız Carl gəlib və feilin birinci forması gəlib doğrudur. Və 1. Home from work cavabımız olur C variantı. Nəyə görə D yanlışdır baxaq. Burada idi olmalı deyildi. Çılpaq feil gəlməlidir. What time did return olmaz. Carl araya girməliydi. Sual cümləsində mübtəda varsa əgər həmən sual cümləsində köməkçi ilə feilin əsas forması yanaşı gəlməz. Arada nə olmalıdır? Subyekt mütləq olmalıydı. Keçək üçüncü suala. When they deməli will bring. When-dən sonra nə gəlməliydi? Will gəlməliydi. Sonra they bring olmalıydı. Ona görə yanlışdır. When-dən sonra köməkçi gəlib doğrudur. Subyekt gəlib doğrudur. Verb 1 gəlib doğrudur. Cavabımız B variantı. C-də nə yanlışdır? When-dən sonra will gəlib, yanaşı bring gəlməz. Bunlar yanaşı gəlməz. When they bring yox. When will they bring olsaydı doğru olardı. Və yaxud da köməkçimiz olsaydı, do they bring olsaydı doğru olardı. When new products, yenə də will köməkçi varsa, when-dən sonra gəlməlidir. Quruluşumuz when, köməkçi feil, mübtəda, üstəgəl əsas feil olmalıdır. Keçək dördüncü suala. Dördüncü sual. Why-dan sonra yenə də deyirəm, does köməkçi gəlməliydi, gəlməyib, yanlışdır. Why do gəlib doğrudur. Anxiety causes. Əgər burada anxiety təkdirsə və sualımız, köməkçimiz does olmalıydı. Burada S də olmalı deyildi. Why causes birbaşa feil gəlib. Who-dan, what-dan sonra mübtədaya sual verilərsə birbaşa gələ bilər xəbər. Why-dan sonra köməkçi gəlməlidir. Gəlməyib, yanlışdır. Keçək, why does gəlib doğrudur. Anxiety doğrudur. Cause da verb 1-dir doğrudur. Cavabımız D variantı. Keçək, Y variantı da yanlışdır. Köməkçimiz yoxdur. Yenə təkrar edirəm. Who-dan başqa, what-dan başqa, what hansı ki, əgər mübtədaya sual verilibsə, özündən sonra birbaşa xəbər tələb edər. Qalanları nə olmalıdır? Mütləq köməkçiləri olmalıdır yanında. Və növbəti sual, how often, yenə də yanında köməkçi olmalıydı. Gəlib, yox, birbaşa mübtəda gəlib. How often-dan sonra köməkçi gəlməyib, yanlışdır. How often-dan sonra köməkçi gəlib, do doğrudur. You-nan do işlərini do you, engage verb 1-dir, doğrudur. Keçək D variantına. Buradan nə yanlışdır? How often do engage yanaşı gəlməz. How often engagement do you, do varsa how often-dan sonra gəlməliydi, yanlışdır. Cavabımız olur C variantı. Where will witness you yanaşı gəlməz bu ikisi. Where will you will yox, will you olsaydı doğru olardı. Köməkçi gəlməlidir. Baxın, where-dən sonra will köməkçi gəlib, you gəlib, witness gəlib, doğrudur. D variantında nə yanlışdır? Where-dən sonra köməkçi yoxdur. Y variantında köməkçi var, amma witness ses ola bilməz. S olmalı deyil. Keçək növbəti suala. 7-ci sualda how-dan sonra nə gəlməli idi? Köməkçi. Sonra gəlməli idi the distractions.
Yəni can gəlməli idi how'dan sonra. Yanlışdır. How awareness can minimize their distractions. Bu yenə də can önə keçməli idi. How can doğrudur. Minimize yanaşı işləniblər. Ona görə olmaz. How can awareness minimize the distractions? Cavabımız D variantı. How'dan sonra gəlib can modal feili, köməkçi feil awareness gəlib, sonra da əsas feil minimize gəlib, doğrudur. Burada nə yanlışdır? Y-də can önə keçməli idi. Cavabımız oldu D variantı. Y-dan sonra did gəlib, köməkçi doğrudur. Əsas feil gəlib, yanlışdır. You gəlməli idi arada. Y-dan sonra birbaşa xəbər gələ bilməz. Y-dan sonra you gələ bilməz, did gəlməli idi köməkçi. D variantında Y did doğrudur, you gəlib, give doğrudur. Ümumiyyətlə variantımız doğrudur. Y-də nə yanlışdır? Did you gave yox. Ümumiyyətlə do, does, did gördünüz. Özündən sonra subyekt, sonra da feilin birinci forması gəlməlidir. Gave isə ikinci formadır, yəni keçmiş zamandır. 9-cu sualda What'dan sonra inspired you to embark on such a dangerous journey? Bu doğrudur nəyə görə? Çünki mübtədaya nə səni ruhlandırdı deyir. Ona görə cavabımız doğrudur A variantı. What'dan sonra köməkçi də gələ bilər. Birbaşa xəbər də gələ bilər. Əgər mübtədaya sual verirsə birbaşa xəbər gəlir. İkinci dərəcəli üzvlərə sual verirsə və özündən sonra köməkçi gəlməlidir. What inspire verib burada. İndiki zamanda inspires olmalı idi. Keçmiş zamanda yenə inspired doğrudur. Amma indiki zamanda verirsənsə mübtəda bilinmir. Bilinmədiyi üçün S olmalı idi. Ödə did var burada. Köməkçi varsa orada olmaz. What inspired did you olmaz. What did inspired you. Did varsa id'yə ehtiyac yoxdur. What inspired did you yanlışdır. Cavab A variantı. Keçək 10-cu suala. Who does broken? Who'dan sonra birbaşa xəbər gələr. Köməkçiyə ehtiyac yoxdur. Who'dan sonra köməkçiyə ehtiyac yoxdur. Köməkçiyə ehtiyac yoxdur. Who was broke? Was-la broke ümumiyyətlə yanaşı gəlməz. Broken olsa yenə deyərsən, sındırılıb kimsə tərəfindən. Arada da mütləq nə olmalı idi? Obyekt gəlməli idi məchul növdə. Baxın C variantına. Who'dan sonra birbaşa xəbər gəlib. Who broke the instructor's guideline during the operation? Cavab C. 11-ci sualda when'dən sonra did gəlib, doğru, you gəlib, amma began yox, begin olmalı idi. Began yox, begin. Yanlışdır. When you began olmalı deyildi. When'dən sonra köməkçi gəlməli idi. When'dən sonra köməkçi gəlməli idi. Did began yanaşı işlənməz. Did you begin? Cavab Y variantı. Deməli, xüsusi sual köməkçi, mübtəda, yəni subyekt, üstə gəl, feilin birinci forması doğrudur. Keçək 12-ci suala. What made you give up your place in the contest? What'dan sonra gəlib birbaşa xəbər. Deməli, mübtədaya sual verir. Deməli, ona görə doğrudur. Yanlış deyirəm, doğrudur. What'dan sonra did gəlib, yəni. What did made you, heç olmasa you make olsaydı doğru olardı. What gave up you? Deməli, your place. Yanlışdır. Sonra what did you gave yox, give olsaydı doğru olardı. What did give up? Doğru deyil. Yəni, did give up yanaşı gəlməz. Ona görə cavabımız A variantı. Keçək növbəti suala. Y-dan sonra did gəlib, doğrudur. Sonra amma yanında verb 1 gəlib olmaz. Y-dan sonra köməkçi gəlməyib. Y-dan sonra köməkçi gəlib, amma verb 1 yanında gəlib. Why did the co-worker take the evidence? Cavab budur. Çünki WH-dən sonra köməkçi gəldi, sonra gəldi subyekt, sonra da feilin birinci forması doğrudur. Burada nə yanlışdır? Did doğrudur. Co-worker took yox, birinci forma take olmalı idi. Keçək 4-cü suala. Why gəlib doğrudur. Özündən sonra köməkçi gəlib doğrudur. Amma köməkçinin yanında feilin birinci forması gəlməzdi burada. Why-dan sonra birbaşa xəbər gəlməz. Why-dan sonra did gəlib, she gəlib, gave yox, give olsaydı feilin birinci forması olmalıdır çünki. Why did she give? Doğrudur. Cavab D variantı. Y-də nə yanlışdır? Köməkçi gəlməyib. Köməkçi deyəndə do, does, did-i nəzərdə tuturam burada. 5-ci, how-dan sonra did gəlib, doğrudur. The contestant doğrudur. Feel, feilin birinci forması. Cavab A-dır. B-də nə yanlışdır? How-dan sonra köməkçi gəlməyib. C-də nə yanlışdır? Yenə də köməkçi gəlməyib. Burada da köməkçi gəlməyib. How-dan sonra has gəlib. The contestants feel, has feel deyən bir quruluş yoxdur. Has yenə də verb 3 olsaydı və yaxud da being üstə gəl verb ayıncı olsaydı bəlkə doğru olardı. Yanlışdır.
Keçdi A variantı. Keçək 16-cı suala. When did began yanaşı gəlməz. Köməkçinin yanında began yox, birincisi begin olmalıdır. İkincisi yanında yox. When did you begin olsaydı doğru olardı. Yəni ümumiyyətlə quruluş yanlışdır. B variantında yenə də when-dən sonra köməkçi gəlməyib. When-dən sonra köməkçi gəlib, sonra subyekt gəlib, begin gəlib. Cavab C variantı. 17-ci sualda where you find yox, köməkçisi yoxdur, köməkçisi yoxdur. Did you find doğrudur. Burada köməkçi do you found yox, find birinci forma olmalı idi. Burada da köməkçi yoxdur. 17. Keçək 18-ci suala. What does brought yox, birincisi bring olmalıdır. Sonrası da arada nə olmalıdır? Birbaşa what brought you olmalı idi. Yəni birbaşa mübtədaya sual verilirsə. Köməkçi ilə bu yanaşı gəlməz belə formada. What did brought yenə də quruluş səhvdir. What has you brought to this dangerous location? Yanlışdır. What has you brought? Bu birbaşa mübtədaya sual verilib. Bu quruluş bu formada olmalı deyildi. What brought you to this dangerous location? Sənin nə gətirdi bu təhlükəli vəziyyətə? Cavab D variantı. Və bu da quruluş yanlışdır burada. Keçək 19-cu suala. Where you find, where-dən sonra köməkçi gəlməlidir. Köməkçi ilə deməli keçmiş zaman belə yanaşı gələ bilməz. Bu köməkçi gəlməyib where-dən sonra. Where-dən sonra köməkçi gəlməyib. Amma Y-də baxın. Where-dən sonra köməkçi də gəlib. Subyekt də gəlib. Fe'lin birinci forması da gəlib. Cavab Y variantı. Keçək 20-ci suala. 20-ci sualda who mübtədaya sual verilir və özündən sonra birbaşa xəbər gəlməlidir. Sizcə burada hansı variant doğrudur? Who'dan sonra birbaşa xəbər gələn və doğru variant yazarsınız.